Nəhayət salam. Gecəniz xeyir olsun. İkinci verilişə çıxmağa da cürət etdik. İsmarıcılarınız bizə əlavə cəsarət verdi. Tədricən sizi narahat edən bütün məsələlərə toxunacaq. Təbii ki, problemləri bizə siz göstərəcəksiniz. Odur ki, problemini bizə çatdırmaq istəyən tamaşaçılara telefon nömrəmizi xatırladıram. Stüdiyo telefonumuz 97 72 74-dür. Elektron ünvanımız isə @işarəsi azdır. Beylə, bugün iç xəbərdə nələri görəcəksiniz? İçində və çölündə paytaxtda soyuq silah humu. Qoristanlığa düşən yeni dəbin qarşısını almaq mümkün olacaqmı? İlin ilk günlərində böyüklər uşaqların işini yamanca qarışdırıb. Nəhayət buraxılışımızın ən dərin reportajını görəcəksiniz. Amma doların məzənəsinin nə üçün rekord həddə qədər endiyini görə bilməyəcəksiniz. Adı artıq bu vardı dedi, ötən gecədən başlayaraq həm elektron ünvanımıza, həm də mobil telefonumuza bir xeyli ismarıc gəlib. Təbriklərinizə görə təşəkkür edirik, amma bundan əlavə başınıza gələn maraqlı əhvalatlardan tutmuş, problem və hadisələrə də bizə yaza və ya məktub göndərə bilərsiniz. Amma telefon nömrənizi və ünvanınızı unutmamaq şərti ilə. Beləliklə, iç xəbərin ilk buraxılışına reaksiyalar daxil olmaqdadır. Təkcə aşağıdan, yəni xalqdan yox, elə yuxarıdan da. Məsələn, ölkə parlamentinin rəhbəri Murtuz Ələsgərovdan. Təzə iş xəbər açılıbdır deyəsən ANS-də. Mən dünən axşam birinci dəfə baxdım, təzə kanaldır. Çox təəssüf elədim. O şüşədə gəzən o azlıqları göstərirlər ki, onlar nə ilə məşğuldurlar. Kimə lazımdır belə bir kanal? O iş kanalı əgər düzəməlli ölkədə gedən vəziyyətdən danışmaq istəyirsə, xalqa məlumat vermək istəyirsə versin. Ya dodağını rəhləmiş kişiləri göstərirlər ki, bunlar bu yolun adını. Kimə lazımdır elə xəbərlər? Kimi siz tərbiyə edirsiniz? Mən ANS-də olan nümayəndələri deyirəm və mən ANS-ə zəng edib tapşıracağım ki, bizim mətbuat xidməti onlarla danışsın, görək bu nə xəbərlərdir. Bu nədir? Gecə birinci dəfədir televiziyaya çıxır, iş xəbərindən göyə yenidən qabaq olub, indi təzdən bərpa edirlər və o şüşədə olan oğlanları, qızları gecə saat 1-dən sonra göstərirlər, maşınlara yaxındır. Sizin ayrı işiniz yoxdur. Ölkədə 1000 dənə dərdimiz var, niyə onlardan danışmırsınız? Bu Milli Məclisin içində baş verənləridir. Biz sizə həm də... Bir dəqiqə Zənurə, mən üzr istəyirəm, sənin sözünü kəsirəm. Mənə bir məsələ anlaşılmaz qaldı ki, bu sözləri Murtuz Ələsgərov dövlət adamı yoxsa tamaşaçı kimi deyir. Əgər spiker bunu dövlət adamı kimi söyləyirsə, bu müstəqil telekanalın və azad mətbuatın işinə müdaxilə və təzyiq kimi görünür. Yox, əgər bir tamaşaçı kimi reaksiya verirsə, onda Murtuz müəllim buyurub bizə zəng vura, onun narahat edən problemləri bizimlə müzakirə edə bilər. Telefonlarınız hər bir zəng vuran kimi onun da üzünü açıldı. Yeri gəlmişkən, Azərbaycan parlamenti ilk dəfə 1918-ci ilin dekabrında yaradılıb. Tarixçilər həmin parlament haqqındakı araşdırmalarında qeyd edirlər ki, ilk qanunverici orqan yaradılandan sonra Bakıda və əyalətlərdə problemlərin həllinə müsbətə doğru xeyli dəyişiklik olub. Bu parlamentin bir məziyyəti də olub ki, burada millət vəkilləri öz işləri ilə daha ciddi məşğul olublar. Gündüz saat 11:20. Milli Məclisin növbəti iclasının başlamasına hələ 40 dəqiqə qalır. Amma qəbul otağının qarşısı adəti üzrə şikayətçilərlə doludur. Hər gün burada onlarla seçici şikayətçi öz millət vəkilini gözləyir. Özlərinkini gündüz çıraqla axtarıb tapa bilməyəndə hansı millət vəkili olur olsun fərqi yoxdur, yaxınlaşırlar. Amma millət vəkilləri saqqala salam verməyib, heç nə olmamış kimi ötüb keçirlər. Yaxşı, bəs neçə kilometrlərlə yolu qət edib bura gələn seçicilərin dərdi nədir görəsən? Düzü səs verib üzünü görmədiyimiz, adını eşidib üzünü görmədiyimiz Bəxtiyar Əliyevin qəbuluna gəlmişik. İndi də hal-hazırda seçkilərdə Milli Məclisdə, Milli Məclisdə də dünən də mən gəldim, bizə zəng elədim, ancaq nə onu görə bilmirəm. 5 gündür bu Bakıda mən qalmışam bu küçələrdə. Təranə xanım Ağcabəddə çadır şəhərciyində yaşayır. Qaçqın ailəsi kimi 2003-cü ilin sentyabrına qədər 75 min manat müavinət alırmış. Artıq 4-cü aydır ki, o bu pulu ala bilmir. Səbəbi? Bir mənim yox, Bağmanlar vətəndaşının, 60 vətəndaşının çörək pulu, Ağdam rayon baş mühasibi Akif Qarayevin və Həsən Sarıyevin müavini Qəlim müəllim tərəfindən kəsilibdir. Adı çəkilən hər kişi şəxs deyib ki, get qaçqın olduğun haqda sənəd gətir. Əyalət məmurları ilə bacarmayan bu xanımın paytaxta gəlməkdə məqsədi səs verdiyi millət vəkili ilə görüşməkdir. Özünün dediyi kimi, seçicisi olduğu millət vəkili ona çox vəd verib. Bütün məsəlçi Ağdam cəmaatının başına yığ və məsəlçi sizə belə qayğı göstərərəm, sizə belə hörmətim
olacaq. Belə sizdən məsəl üçün problemlərinizi həll eləyərəm. İndi həmin Bəxtiyar Əliyev çıxsın, bu dəqiqə deputatın icra hakimiyyəti mən yaxınlığında bayaqdan orada dayanmışım. Çıxsın səs versin, sən də mənə səs vermirsən. İndi mənim bu dərdimə şərik olsun, gəlsin aranlaşsın, görsün bizim çörək pulu nəyə görə kəsilir, səbəb nədir? Biz də öyrənmək istədik ki, Bəxtiyar Əliyev öz seçicisinin dərdinə şərik olub problemini həll edəcəkmi? Amma məlum oldu ki, cənab Əliyev ümumiyyətlə Bakıda yoxdur. 2 gün əvvəl Fransaya gedir. Təsəvvür edin ki, qışın oğlan çağında düz 5 gün sərasər Milli Məclisin divarları arxasında əsir-yesir olan bu qadına ölkənin əsas qanunverici orqanından bir nəfər çıxıb deməyib ki, millət vəkili Bəxtiyar Əliyev burada yoxdur. Dəfələrlə qəbul otağına və deputatın köməkçisinə yaxınlaşsa belə. İndi 2 körpə uşağını Allahın ümidinə qoyub bura gələn Təranə xanımın ən böyük arzusu Bəxtiyar Əliyevin heç olmasa üzünü görməkdir. Deputat seçiləndən də hələ bir dəfə gəlməyib o. Xeyr, heç biri gəlməyib. Seçkilərdə onun özünə səs verirsiniz. Özünə səs vermişim, adını eşitmişik, adını eşitmişik, ancaq özünü görməmişik. Deyəsən, atlı millət vəkillərinin bu cür piyada seçiciləri belə getsə çox gözləməli olacaqlar. Bu 125 deputatı seçmiş 4 milyon yarımın hələ biri idi. Nə oldu, bəs sən saymağı xoşlamırdın, elə ikinci verilişdən başlamısan saymağa. Bizə nə olmasa da deputatları, o cümlədə seçiciləri və səsləri saymaq çox vacib məsələdir. Mən heç vaxt bunun əleyhinə olmamışam. Amma sən də indicə öz baxışların əleyhinə getdin. Bildirdin ki, problemləri saymaq mümkün deyil. Onları yalnız göstərmək olar. Yəqin ona görə ki, dünyada mütləq heç nə yoxdur. Var, Allah mütləqdir. Yaxşı, onda mən günün sorğusunu eşitirim. Başqasının işinə qarışırsınızmı? Diqqətli olun, sorğunun telefonlarını elan edirəm. 97 72 73 nömrəli telefonla hə, 97 72 71 ilə yox, 97 72 75 nömrəli telefonla isə mənim işimə qarışırlar cavabını verə bilərsiniz. Sorğunun nəticələri veriliş bu efirdə nümayiş etdiriləcək. İnanıram ki, çətinliyi çəkməyəcəksiniz. Zəng vurun, suala cavablarınızı verin. Soyuq silah, yeni xəncər Azərbaycanlıların milli geyiminin atributudur. Koroğlu dastanını oxuyanlar bilir ki, Koroğlu da soyuq silahı qəhrəmanların, odlu silahı isə bizlərin yarağı hesab edirdi. Ümumiyyətlə bu silahla bağlı xüsusi ənənələr də mövcuddur. Məsələn, odlu silah meydana gələrkən belə namus məsələsi mütləq soyuq silahla həll edilməli idi. Amma Koroğlunun vaxtında belə xəyanətlə soyuq silahla həyata keçirilib. Azər, kriminal natif deyir ki, bıçağın uzunluğu 13 cm, qalınlığı isə 4 mm olarsa bu artıq soyuq silahdır. İndi isə görün ki, İnsanlamağı xoşladığın üçün yəqin indi evə gedib bıçaqları hesablayacaqsan. yaxşı şükür də, amma əvvəlcə gəl kriminal natifin görün rubrikasının adı altında göstərdiyi soyuq silahlara baxaq. Azərbaycan Respublikasının müvafiq qanununa görə odlu və ya soyuq silah gəzdirmək olmaz. Buna görə Vətəndaş Cinayət Məcəlləsinin 228-ci maddəsi ilə mühakimə oluna bilər. Həmin məcəllənin 4-cü bəndində deyilir ki, qaz silahını, tullayıcı silahı və soyuq silahı əldə etmək, satmaq və gəzdirmək qadağandır. Ancaq gəlin görək bu qadağaya əməl edən varmı? Bugün şəhərdə keçirdiyimiz reyd zamanı bu qanunun demək olar ki, qüvvəsini itirməsinin şahidi olduq. Sözün düzü ov dükanlarının çoxluğundan təəccübləndik. Təkcə Vətən Kinoteatrının yaxınlığında 4 belə dükan fəaliyyət göstərir. Ümumilikdə ov dükanlarının əksəriyyəti Nəsimi rayonunun ərazisində yerləşir. Yəqin şəhərin mərkəzində alveri yaxşı getdiyi üçün. Sizi bilmirəm, mən bu cür dükanları yalnız kinolarda görmüşdüm. Sözün Mustafasına yaxınlaşaq. Əlimdə tutduğum bu qaz silahı açıq satışdadır və ondan istifadəyə görə xüsusi sənəd almaq, yaxud ovçular cəmiyyətinin üzvü olmaq lazım deyil. Dükana girib pulunu ver, istədiyin ölçə tapancanı vur belinə çıx bayıra. Sonra ondan necə və nəyə istifadə edəcəyini özün bilərsən. Ovçular cəmiyyətindən öyrəndik ki, istər odlu, istərsə soyuq silah almaqdan ötürü buranın üzvü olmaq lazımdır. Və hər bir vətəndaşın aldığı silah bu vəsiqəyə qeyd olunur. O ki qaldı konkret soyuq silaha. Ovçu biletini olmalıdır ki, o məqsədi üçündür, yəni orada almaq üçün. Yəni, başqa bir məsələ vətəndaş onu alanmaz, ancaq ovçulara aiddir. Bu dükanda isə hədiyyələr satılır. Başqa şey başa düşməyin, yəni ov tüfəngləri və soyuq silahlar. Bu şəxs mağaza sahibinin səlahiyyətlərini icra edir. Deyir, sualınız varsa mənə verin. Buranın böyüyü də, kiçiyi də mənəm. Deyir, amma cavab vermək istəmir. Özünü təqdim etməyən bu şəxsin sən demə silahların satışına dair sənədi yox imiş. Hələ üstəlik dedi ki, əşya hər yanda satılır da. Bundan başqa mağazadakı Tissot, Rado, Omega, Svos saatların satışına dair də heç bir lisenziyası yoxdur.
Keçək başqa məsələyə. Ümumiyyətlə, bütün ovçu dükanların fəaliyyətinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi icazə verir. Amma qanunda isə qeyd olunur ki, soyuq ov silahı polis orqanları tərəfindən qeydiyyata alınmır və odlu silaha verilən icazə vətəndaşların soyuq silah gəzdirməsinə əsas sayılır. Lakin qanunda soyuq silahın konkret nəyə aid edildiyi yazılmır. Belə getsə, şəhərdə kütləvi silahlanma prosesi gedəcək. Deyirəm, birdən müharibəyə hazırlaşarıq. Amma mən onu da deyim ki, Amerikanın 9 ştatında soyuq silah mağazalarda çox sərbəst satılır və onların nə satılması, nə də alınması üçün xüsusi icazə lazımdır. Hələ 1971-ci ildə Amerikada 100 milyon nəfər soyuq silaha malik imiş. Kriminal Natiq bugün də küçələrdədir. Allah eləsin, heç kim soyuq silahdan istifadə etməmiş olsun. Natiq, eşdirik səni. Axşamınız xeyir Azər, axşamınız xeyir. Axşamı xeyir Natiq. Qısa olaraq bu nəzərə çatdırmaq istəyirəm ki, bugün elə də deməli, ağır cinayət hadisələri və yaxud belə bədənə xəsarətlə bağlı heç bir hadisə baş verməyib. Allah şükür. Ancaq bir hadisəni nəzərə çatdırıb, Süleyman Dadaşov küçəsi ev 38 sayılı binanın qarşısında deməli, Kərimova Gültəkin adlı bir qadın yıxılıb. Daha doğrusu xəsarətlə daxil olub, bu deşici alətlə olan xəsarətdir. Hal-hazırda araşdırma gedilir, onun doğrudan da yıxılıb və yaxud xəsarət aldığı, bıçaq xəsarəti aldığı dəqiqləşdirilir. Musa Nağılı təcili tibbi yardım xəstəxanasına yerləşdirilir. Natiq, bundan başqa soyuq silahla hansı hadisə baş verməyib ki? Yox, soyuq silahla heç bir hadisə baş verməyib. Azər, nəzərinizə çatdırım ki, təxminən bir yarım saat bundan qabaq, deməli, Suraxanı rayon polis idarəsindən aldığımız məlumata görə, deməli, naməlum şəxs gətirilib Sabunçu rayon xəstəxanasına. Burada naməlum bir maşın Ramanı dairəsində onu vurub və hadisə yerindən qaçıb. Hal-hazırda Suraxanı rayon polis idarəsinin əməkdaşları hadisə yerindədirlər və maşının nömrəsini və sürücünün şəxsiyyətini dəqiqləşdirirlər. Yaralının vəziyyəti yaxşıdır. Yaralının vəziyyəti kafidir, hal-hazırda reanimasiya şöbəsindədir. Həkimlərin dediyinə görə təxminən 30-35 yaşlıdır. Çox sağ olun, təşəkkür edirik sənə. Bu gecə də kriminal sürtüşmədə dünyada oğrular və oğurluq növləri çoxdur. Ev oğrusu, toyuq oğrusu, müəllif hüquqlarının oğurluğu, hətta qəlb oğrusu. Amma son illər daha bir oğurluq baş alıb gedir, bu da qəbir daşı oğurluğudur. Materialımız bizə gələn şikayət əsasında çəkilib. Buyurun görün. Oğrunu axtarırıq, amma qulağımızın eşitməyə, gözümüzün görməyə alışdığı kimi nə pul, nə maşın, nə də ev oğrusudur. Bu dəfə oğurlanan qəbir daşıdır. Qəbristanlığa düşən bu dəblə bizi Oruc Əliyev Ələsgər Ağakərimoğlu tanış etdi. Həyat yoldaşının rəhmətə getdiyi heç 9 ay deyil, buna baxmayaraq artıq ikinci qəbir daşı düzəltməyə hazırlaşır. Gəlib bu qəbristanlığın müdiriyyətinə, bu başdaşı düzəldilən yerlərə xəbərdarlıq elədi ki, bu başdaşı oğurlanıb buradan. Ələsgər müəllimin sifətini niyə gizli saxladığını da deyim. Qorxur ki, birdən hazırlamağa verdiyi və qəpik-qəpik yığdığı $250 təzə qəbir daşını yenidən uğurlayarlar. Uşaqların özünün kəsib boğazımızdan təzədən başdaşını düzəltdiririk. Burada gedəcəksə, onda hələ çıxır, görür, ahali görür, gəlib burada hələ öz qəbrini axırına eləməlidir. Bu da günüzdür. Heç bir qanuna, yəni bir kitaba yazılısı da deyil. Yalvarmaqdan bezən Ələsgər müəllim hiddətlənib və artıq tələblə çıxış edir. Tələb edirəm ki, bu işi polis araşdırsın və cavabını versin. 28 nömrəli polis bölməsinə müraciət edib. İndi yasamal polisi məsələni müzakirə edəcək, etməyəcək, buna birazdan qayıdacağıq. Amma maraqlı məqamı bizim nəzərimizə Yasamal Dağüstü qəbristanlığının nəzarətçisi Vidadi Müslümov çatdırdı. Siz də eşidin və görün. Dedim, hər sahəyə bir dənə nəzarətçi qoymaq lazımdır. Nəzarət olunur, hə? Yox, istəsək olunmaz, bu mümkündür. Çünki qəbristanlığın neçə dənə girişi var, çıxışı var. Görmüşsünüz yəqin ki. Necə nəzarət eləmək olardı? Vidadi müəllimdən soruşanda ki, bəs onda qəbristanlıq müdiriyyətinin işi nədən ibarətdir? Cavabında eşitməli olduq ki, biz ancaq dəfn prosesi ilə məşğul oluruq. Bu qəbristanlıqda 1974-cü ildən bəri hərə öz ailəsi üçün yer alır və biz adamların məhz aldıqları yerdə dəfn edilməsinə nəzarət edirik. Vəssalam,
Statın sonu. Məsələni araşdırmaq bizim yox 28-ci polis bölməsinin işi və daha doğrusu borcudur. Bizim borcumuz isə bunu göstərməkdir. Müdaxiləmizdən sonra 28-ci polis bölməsinin rəis müavini hadisəni ciddi araşdıracaqlarına əmin etdi. Buna ehtiyac var. Sizə və polisə məlumat üçün deyək ki, bu Yasamal qəbristanlığında nə birinci, nə də sonuncu hadisədir. Qəbirlərinizi dirilərdən qoruyun. Nə qədər ki dirisiniz. Xatladım ki, studiya telefonumuz 97 72 74'dür. Elektron ünvanımız isə içxəbər@aynes.az-dır. Bu analizə görə kimin məsuliyyət daşıdığını hələlik deyə bilmirik. Ancaq gələcək verilişlərimizdə bu suala da cavab tapıb onlarla sizi tanış etməyə çalışacağıq. Vandalizm böyük mənada maddi mədəniyyət obyektləri, incəsənət əsərləri və tarixi abidələrin dağıdılması deməkdir. Əgər hər ay bu qədər qəbir daşı uğurlanarsa, yəqin ki, yaxın illərdə qəbirstanlıqların daşı daş üstə qalmayacaq və qəbirlər torpağa qarışacaq. Yeri gəlmişkən qəbristanlığa təcavüz təkcə Bakıda baş verir. Məsələn, Fransada 1-ci Dünya müharibəsi zamanı həlak olanların qəbirləri təhqir edilir. Buna görə Fransanın prezidenti İngiltərə kraliçasından üzr istəyib. Amma Fransada başqa bir təəccüblü adət də var. Fransızlar 2004-cü ilin qarşılayarkən 300 maşın yandırıb və buna görə digər inkişaf etmiş ölkələrin qınağına tuş gəliblər. Başqalarının vandalizm kimi qiymətləndirdiyi bu aksiyanı Fransızlar yeni il adət hesab edir və hər il yüzlərlə maşın yandırırlar. Fransızlar məni əməlli başda təəccübləndirdi. Qəbir daşlarının uğurluğuna görə hələlik Bakı irəlidə gedir. Gəncədə isə qəbir üzərindəki güldanlar uğurlanır. Qəbirstanlıqda uğurluq. Bu dəfə qəbir daşları deyil. Bakıdan fərqli olaraq Gəncə qəbirstanlığında dəbə, məzarların üzərində olan alüminiumdan düzəldilmiş güldanlar düşüb. Gəncə polisi buna biganə qalmayıb və keçirilmiş əməliyyat nəticəsində Gəncədəki 4 nömrəli qəbirstanlıqda məzarların üzərində olan alüminiumdan düzəldilmiş güldanları söküb oğurlayan cinayətkar qrup saxlanılıb. Yaxalanan zaman onların əlindəki kisədə 11 ədəd güldan aşkarlanıb. Gəncə şəhər polis idarəsi əməkdaşlarının apardığı araşdırmalarda məlum olub ki, 30 yaşlı şəhər sakini Nizami Məmmədov öz tanışı 29 yaşlı Ceyhun Əliyevlə birgə qrup təşkil edib və qəbirlərin üzərindəki güldanları talamaq məqsədi ilə nə az nə çox düz 57 məzara zərər vurub və bunu etiraf etməkdən belə çəkinmir. Alüminyum o gül qablarla gördüm. Eşitmişdim ki, o da alüminyumdur. Heç fikirləşmədim ki, bura zərdə-baza ilə qabırsanlıqdır, yaxınlıqdır. Dedim bundan ikisini, üçünü aparıb. 5-in 6-sını qırdıq. Yəni siz bunu tamam məqsəd etmişsiniz də? Bəli. Nizami Məmmədov oğruluğa getməmişdən əvvəl kayıfda olubmuş. Özü belə deyir. O hadisənin törətməsindən əvvəl psixotrop dərman qəbul etdiyini, sonra isə Ceyhunla 1 litr araq içdiyini dedi. Sərxoş vəziyyətdə o dostu ilə birgə qəbirstanlığa gəlir. İndi əsəbi zəif və 4 nömrəli bu qəbirstanlıqda yaxınlarını torpağa tapşıranlardan ekrandan uzaqlaşmağı və ümumiyyətlə deyilənlərə qulaq asmamağı məsləhət görürəm. Belə ki, sərxoş vəziyyətdə qəbirstanlığa gələn qoçaqlar qəbirləri və üzərlərində olan güldanları təpiqləyib qırmağa başlayırlar. Amma Ceyhun Əliyev özünə qərar qazandırmağa çalışır. Amma bir dənəsi mən deyəsən qırmamışım. Mən indi gülqabları çıxardım. Hər iki şəxs oğurluğa və xuliqanlığa görə əvvəl məhkum olunublar. Bu dəfə isə onlara qarşı Cinayət Məcəlləsinin qəbir üzərində təhqir edici hərəkətlər və özgənin əmlakının gizli qalması maddələri üzrə cinayətçi qaldırılıb. İndi məzarlara vurulan ziyanın dəyəri müəyyənləşdirilir. 4.292.000 manat. Ümumiyyətlə onların başqa bir şəxslərlə əlaqədə olub olmaması, əvvəldə belə bir cinayətə törədilməsi paralel araşdırılır. İndi onların hər ikisini qəbir üzərində təhqir edici hərəkətlərə görə 5 ilə qədər, məzarların üzərində gül qablarının oğurlanmasına görə isə 7 ilə qədər cəza müddəti gözləyir. Məzarlar isə onlara yiyə duranları. Bizdə rəhmətə gedənlərin qəbirləri talan olunur. Suriyada isə bu yaxınlarda gəmilər üçün xüsusi qəbirstanlıq yaradılıb. Sən yəqin sən bilərsən, ümumiyyətlə belə aksiyalar haqqında qanunlarda nə deyilir? Rusiya Federasiyasının Cinayət Məcəlləsində vandallıqla bağlı çox sərt maddə nəzərdə tutulub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsinə görə isə qəbir və ya meyit üzərində təhqir edici hərəkət edən şəxs 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İndi isə sorğunun gedişinə nəzər salaq, sualımız belə idi. Başqasının işinə qarışırsınızmı? Sorğunun gedişi belədir. İndi ekranlara gələcək. Demək, hə cavabına 31 nəfər, yox cavabına 2 nəfər
Mənim işimə qarışmırlar 6 nəfər. Bu sorğunun ilkin nəticələri iyidir. Xatırladım ki, studiya telefonumuz 97 72 74-dür. Bu telefonla bizə efir vaxtı zəng vurun. İç xəbər @işarəsi-az isə ismarcılarınızı göndərin. Telefon xəttində Esmira xanımdır. Esmira xanım niyəsə barməkdən gileylənir. Axşamınız xeyir Esmira xanım. Axşamınız xeyir. Axşamınız xeyir. Buyurun, eşidirik sizi. Zənura xanım, bizim şikayətimiz budur ki, deməli bizim bu binada bir blokta pajar oldu. Bu birinci pajar değildi. Neçə dəfə olmuştu. Barmekin işçiləri gəlmişdi. Hər dəfə biz şikayət edirdik ki, bunun axırı pis olacaq. Təsəvvür edin ki, 6-cı, 7-ci dəfədə biz bu pajarla üzləşirik. Axırıncı dəfə... Eyni yerdə 6-cı, 7-ci dəfə. Bəli, eyni blokda, bu bir ilin, il yarımın içində deməli eyni yerdə, eyni pajarda hər dəfə də barmekin işçiləri gəlirlər. Bunu 5 dəqiqəli bir yanan şunuru bir salafan torbaya bükürdülər, gedirdilər. Esmira xanım, siz hansı binada və hansı rayon ərazisində qalırsınız? Deməli, Ələsgər Ələkdərov indiki Şəfayət Mehdiyev küçəsidir. Yasamalarının Şəfayət Mehdiyev küçəsidir. Bu 3-cü blokdur bura. Deməli, bir dənə blokda bu bir ay bundan qabaqda güclü bir yanğın oldu burada. Təsəvvür edin ki, yanğın söndürənlər gəldi. Bu heç bir sudan istifadə edə bilmədilər. Biz evləri qoyub blok havası tökülmüşdük hamımız bayra. Aydındır. Heç eləmədilər. İndi də barmək düzəltdi bunu. Bir günə düzəltdi. Biz məcbur qaldıq 11-dən tezdən. Aydındır Esmira xanım, aydındır. Yəqin barmək dəyişdi, sizə kömək olar nədir? Olar, bəli, biz inanırıq. Nə qədər ifunətli olsa da bu mövzudan danışmalıyıq. Kanalizasiya. Amma qorxmayın, televiziya qoxunu ötürmə iqtidarında deyil. Maraqlı burasındadır ki, Azərbaycanda ilk kanalizasiya xətti 1924-cü ildə çəkilsə də, həmin tarixdən ötən 80 ilə baxmayaraq, hələ şəhərin 3də birində kanalizasiya sistemi yoxdur. Heyif ki, televiziya texnikasının imkanları buradakı ifunəti sizə ilətməyə imkan vermir. Çox heyif. Yalnız qalır müşahidə və təsəvvür etmək. Bura Suraxanı rayonunun İlham Şükürov küçəsidir. Küçənin bir qrup sakini deyir ki, kanalizasiya sularının axıdılması üçün qazılmış ambar yay-qış daşır. Antisanitariya baş alıb gedir. Hələ bu harası da ən dəhşətlisi odur ki, kanalizasiya suları içməli suya qarışıb. Təsəvvür etdiniz də. Yəni hər gün içmək üçün istifadə etdiyiniz su nə ceyran batan, nə də kür deyil. Kanalizasiya ilə qarışmış sudur. Desən daha bundan sonra uşaqlar bizim gələcəyimizdir də deyə bilməyəcək. Çünki həmin gələcək, bax beləcə çirkli suyun içərisində oynamağa məcburdur. Baxan da yox. Amma dəfələrlə kanalizasiya çəkiləcəyi vəd verilib. Aşır, daşır, tökülür, biabırçılıqdır. Ay oğul, belə olmaz, başa dönüm. Rais balkonda neçə dəfələrlə olmuşuq. Mavinlərin yanında olmuşuq. Bakı Sovetində olmuşuq. Hə, gedin gəlirik. Gedin, bu saat gəlirik, hər şeyi də gətiririk. O da gətirirlər. Все время вот этот люк полный. Həmişə bu lük olur, idarədə oturmaq olmur. Fasiləsiz mənzil istismar sahəsinin rəisinə zəng vurur. Çox çəkmədi ki, iyi yox. Bizim gəlişimizi hiss edən Suraxanı rayonu 74 sayılı mənzil istismar sahəsinin rəisi Ümid Talışov əraziyə gəldi. Məsələdən xəbərdar imiş və həmişəki kimi uzaqdan gəlməyə başladı. Yəni keçmişdən. Dedi ki, əvvəllər oranın kanalizasiyası olub. Yeni tikilmiş evlər həmin xətlərin üzərində olduğundan tutulmuş boruları təmir etmək mümkün olmayıb. Nəticədə adı çəkilən ərazidə kanalizasiya sularının axıdılması üçün ambar tikilib və həmin ambarı mənzil istismar sahəsinin nümayəndələri mütəmadi təmizləyir. Hər ay buradan 60 maşın bu şambodan su çəkirəm. Pulu da ki 500 min də pul veririk, pul plat edirik şoförə. Burada da hal-hazırda 24 ailə yaşayır. Heç o ailədən yığılan kanalizasiya pulunu heç 100 min də deyir. İndi bu problemi, yəni biz icra hakimiyyətinin qarşısında qaldırmışıq. Biz burada təzə kanalizasiya xətti çəkib o yoldakı kanalizasiya xəttinə birləşdirməliyik. Bu ayın axırına kimi yəni bu həll olunmalı. Kişi kimi söz verdi. Sözün ağası olub olmadığını ayın axırında həm siz, həm də biz görəcəyik. Xatırladım ki, stüdiyo telefonumuz 97 72 74'tür. Bu telefonla bizə efir vaxtı zəng vurun. İç xəbər @işarəsi-az isə ismarıcılarınızı göndərin. İndi isə dünən başladığımız bir mövzunu davam etdiririk. Bu dəfə tamam əksin olaraq böyüklər uşaqların işlərini yamanca qarışdırıb. Deyəsən uşaqların elə adı çıxıb. Şəhərin mərkəzi, Şəhriyar Mədəniyyət Mərkəzinin qarşısı. Yox, müxalifətin etiraz aksiyası deyil. Bu dəfə küçəyə çıxan kiçik uşaqlar və onların valideynləridir. Nə baş verir görəsən? Bu bileti bizə 10 min manata zorla elə satıblar müəssisələrdə. Bütün müəssisələr demək olar satırlar. Gəlmişik bura, deməli ayın 6-sı saat 15-də güya burada şənlik keçiriləcəkdi. Uşaqlar da dünəndən hazırlaşıblar, çox
qatar deyərlər, bunun həsrəti ilə bir günü keçiriblər. Gəlmişik bura indi məlum olur ki, burada olmayacaq, hansısa Yerevan teatrında keçiriləcəkdir. Məlum oldu ki, Şəhriyar adına mədəniyyət mərkəzində keçiriləcək yolka şənliyi hansısa səbəbdən baş tutmayıb. Baxmayaraq ki, biletlər cəmaata hələ dekabrın sonlarında satılıb. Beləliklə, bugün yolka şənliyinə gələnlər qapı arxasında qalmalı oldu. Şəhriyar Mədəniyyət Mərkəzinin rəhbərliyi isə hansısa səbəbdən cəmaatın qarşısına çıxmadı. Binanın gözətçisi Yenil şənliyinin başqa məkanda, İrəvan Dram Teatrında keçirildiyini xəbər verdi. Bundan sonra valideynlər qapıları sındırmağa başladılar. Uşaqlar böyüklərin oyunbazlığından baş açmasalar da, Şaxta babanın onlardan qaçmasını hiss etdilər. Məsələn, balaca Aynur, Şaxta baba hara gedib sualımıza? Ortalarda. Cavabını verdi. Nəhayət, Şaxta babanı axtara-axtara getdik çıxdıq İrəvan Dram Teatrına. Burada başqa həngamə vardı. Şəhriyar Mədəniyyət Mərkəzindən göndərilən cəmaata burada sahib çıxan olmadı. Gəlmişəm nəvəmlə Şaxyar adına kluba, yolkaya. Oradan göndəriblər bizi bura. Yerevan Xalq Teatrına. Gəlmişik, burada da indi nə yolka var, nə padarka. Padarkalar da deyirlər prasroşindir. Ki, güya köhnədir. Belə şey olmaz axı. Hədiyyələrin köhnəliyini burada olan İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də təsdiqlədi. Şəhriyar adına biz Mədəniyyət Sarayında deməli araşdırma apardıq və həqiqətən orada aşkar olunan vaxtı keçmiş ərzaq məhsullarını, o cümlədən şirniyyat məhsullarını hədiyyə şəklində verilənləri müsadirə elədik. Və sonradan daha bir biz qaynar xətlə yenidən bir siqnal aldıq. İrəvan Mədəniyyət Sarayında yenə bunu paylandı. Gördüyünüz kimi malın sahibi qaçmışdı, yoxdur, aradan çıxdı sözün əsl mənasında. Hədiyyələrin yiyəsi və Yenil şənliyinin təşkilatçısı olan şirkətin nümayəndəsi isə elə bir yağlı əppəy olub göyə çəkilmişdi. İrəvan Dram Teatrının direktoru İftixar Piriyev isə onu tələb edən cəmaatın arasına çıxmadı. Cənab Piriyev bütün suallardan yaxasını kənara çəkməyə çalışdı. Dedi ki, hədiyyələrdən xəbərim yoxdur. Mən yalnız tədbiri keçirənlərlə tamaşa oynamaq haqqında müqavilə imzalamışam. Həqiqətən də tamaşa oynanıldı. Özü də necə lazımdır. Studiyamıza Gülər xanım zəh vurub. Axşamınız xeyir Gülər xanım. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Buyurun, eşidirik sizi. Necəsiz? Çox sağ olun. Siz necəsiz? Probleminiz nədir? Bizim problemimiz bu lift haqqındadır. Yeni yasamal da elə bilir ki, 9 mərtəbəli binalar. Yeni yasamal 1. Yeni yasamal çox xarakterik olan bir cəhətdir. Ümumiyyətlə, nə vaxtdan bəri işləmir bu lift? Elə əvvəldən, çoxdan. Əvvəldən deyəndə nə vaxtdan, yəni nə qədər müddətdir? Biz bura təzən, belə ki, 1 ildir köçmüşük, 2 ildir belə deyəm. Yəni bu 1 il ərzində sizin liftiniz işləmir? Yox, qətiyyən işləmir. Ümumiyyətlə lift yoxdur. 2 ildə ümumiyyətlə heç yerə müraciət eləməmişsiniz, elə piyada düşüb çıxmışsınız? Bəli, 8-ci mərtəbəyə. Heç kəsdən müraciət eləmir, heç kəsin belə ağlına da gəlmir. Seçkilər qabağı biraz yol saldılar, amma lift haqqında heç kəs nəsə bir müraciət eləmir. Siz qonşular arasında nəsə qərara gəlmişsiniz ki, bu liftə bir əncam çəkəsiniz, yoxsa? Yox, biz elə ki, burada təzə köçmüşük, ev 2 ildə alınıb, 1 ildə köçmüşük. Bəlkə, Gülər xanım, bəlkə lift idarəsi belə deyilsin, sağlamlığınız üçün çalışır oradası. Mən sağlamlıq üçün bəlkə də olur, amma indi biz cavan da olsaq yaxşı nəsil üçün bu. Çox sağ olun Gülər xanım. Hər halda siz də biraz ciddi olsanız daha yaxşı olar. İnteraktivin cavabları artıq məlumdur. Xatırladım ki, sualınız belə idi. Başqasının işinə qarışırsınızmı? Nəticələrə görə hə cavabına 46 nəfər, yox cavabına 18 nəfər, mənim işimə qarşılar isə 32 nəfər cavab verib. Deyəsən bizim cəmaat elə daha çox başqasının işinə qarşılar. Aydındır, başqasının işinə qarışanların sayı həqiqətən də çox oldu. Deməli, hələ də bəzi adamlar öz yerlərində deyirlər. Bir daha xatırladım ki, siz günün hər saatında 203-0202 nömrəli mobil telefonuna başınıza gələnlərdən və gələ biləcəklərdən bizi də xəbərdar edə bilərsiniz. Elektron ünvanımız @ins.az-dır. Dəs salam, xoş gəldiniz. Sabah yenə bu vaxt görüşəcəyik. Gülümsəyin cənablar, gülümsəyin.